Salam hörmətli iştirakçılarımız, hər birinizi burada görməkdən çox sevinçliyəm. Bugün sizin görüşünüzə Müasir Cəmiyyət və Qadın Hüquqları İctimai Birliyinin həyata keçirdiyi layihənin bir tədbiri ilə bağlı gəlmişik. Özümü təqdim edirəm, mənim adım xanımdır, soyadım Əhmədzadədir. Bizim Rolabdan da görürsünüz, nigahın pozulması səbəblərinin hüquqi təhlili adlı layihənin ekspertiyəm. Belə bir sizinlə görüşmək, sizin də fikirlərinizi almaq, təşəbbüslərinizi öyrənmək, belə bir layihə ilə qarşınıza çıxış etmək şansını bizə verdiyinə görə mən öz donorumuza, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Burada iştirak edən Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmamışların işi üzrə şöbənin rəisi cənab Əfqan Ağayevə təşəkkür edirəm. Sizin hər biriniz çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə bir auditoriyanı bölüşürsünüz. Əziz iştirakçılarımız, adından göründüyü kimi bugün bizim mövzumuz nigahın pozulması səbəblərinin hüquqi təhlilidir. Biz bu araşdırmalı, bu layihəni təqdim edən zamanı bir çox sosial sorğular keçirmişik. Bu səbəblərin nədən belə bir negativ halın nədən qaynaqlandığı ilə bağlı çox araşdırmalar aparmışıq, müsahibələr götürmüşük. Sizin hər birinizin bildiyi kimi, eyni zamanda bizim hər gün kütləvi informasiya vasitələrindən, elə tanış bilişimizdən, bu cəmiyyətin bir üzvü olaraq aldığımız informasiyalardan görünür ki, boşanmaların sayı həqiqətən çoxdur. Nigahın pozulması halları bugün bizim cəmiyyətimizi düşündürən, bir sos siqnalı verən, yaxşı olmayan bir situasiyadır. Biz bu araşdırmalar apararkən məlum olur ki, bu bir səbəblər zəncirvari reaksiya kimi bir-birinə bağlıdır. Ən çox şikayət edən, bizimlə təmasda olan xanımlar bildirirlər ki, maddi çətinliyimiz oldu, yoldaşlıq pis vərdişləri oldu, yan təsirlər, yəni ailədə hökmran, söz sahibi olan böyüklər deyim də, qaynanan, qaynata və digər ailə üzvləri tərəfindən mənə çox baskılar oldu. Şiddətə məruz qaldım, zorakılığa məruz qaldım. Bir də ki, diqqətinizi çatdırmaq istəyirəm ki, zorakılığa məruz qaldım deyəndə yalnız yəni fiziki zorakılıq nəzərdə tutulmur. Ailə daxili münaqişələrin zorakılığı növləri çoxdur. Elə psixoloji zorakılıq, iqtisadi zorakılıq da onun bir hissəsidir, yəni digər bir növləridir. Biz bugün bu məsələni qanun çərçivəsində çözülməsi yollarından danışarkən qanunverici aktlar haqqında sizə informasiya vermək istəyirəm. Biz hüquqi bir dövlətin vətəndaşları, bizim əsas qanunumuz bizim konstitusiyamızdır. Konstitusiyada da qeyd olunubdur ki, hər bir vətəndaşın öz müqəddəratını həll etmək kimi bir azadlığı var. Bizim hər bir vətəndaşımız belə qüdrətli bir ölkədə bir azad vətəndaş kimi, hüquqları qorunan bir vətəndaş kimi yaşayır. Ölkəmizdə qəbul olunan bütün qanunlar, əgər məsələn, ailə çərçivəsində olan qanunlar nəzərdə tutular. Çünki bugün biz əsasən ailə dəyərlərindən, ailə daha çox istinad edəcəyimiz ailə məcəlləsi olacaq. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, bizim milli qanunverici bazamız bu qədər güclüdür və qüdrətlidir. Bundan başqa bizim ölkəmiz beynəlxalq konvensiyalara da qoşulubdur. Məsələn, Beynəlxalq Uşaq Konvensiyası adlı bir hüquqi toplum var. Həmin Uşaq Konvensiyası haqqında konvensiyası beynəlxalq bir hüquqi qanunverici akt olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunubdur. Amma bizim ölkəmizdə də ratifikasiya olunubdur Milli Məclisdə və çox güclü bir hüquqi qanunverici toplumdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim ölkəmiz belə bir nigahların pozulmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirir. Bizim dövlətimizdə dövlət qurumları var ki, birbaşa olaraq bu problemin arada qaldırmasına bağlı töhfələrini verməkdədir. Qeyd eləmək istəyirəm, məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, məhkəmələrimiz bu problemin aradan qaldırılmasından bağlı bir çox tədbirlər həyata keçirir. 2019-cu ildə bununla bağlı, məsələn, mediasiya şurası yaranıbdır və bu mediasiya şurası da nigahın pozulması haqqında iddia qaldıran insanları məhkəmə çəkişməsindən qabaq dinləyir, onların problemlərini çözür. Eyni zamanda, əgər onların barışıq imkanları qalıbsa, onların ailə bağları o qədər də qırılmayıbsa tamamilə, onların yenə də problemlərini çözməyə, qarşılaşdıqları problemləri hüquqi müstəvidə həll eləmək üçün dəstəyini və köməyini göstərir. Hörmətli xanımlar, bəzən diqqətini çatdırmaq istəyirəm ki, nigah pozulduqdan sonra belə
ona qədər gedən mərhələlərdə çox acınacaqlı olur. Yəni bir ailədə dava dalaş varsa, bir ailədə insan haqları pozulursa və onların bu şiddətlərini müşahidəçisi ailədə böyüyən uşaqlar olursa, əlbəttə ki, hesab edirəm ki, dözümün də bir həddi var. Əlbəttə ki, bu qədər də bir ailə üzvlərinin şiddətə məruz qalması ürəkəşən bir iş deyil. Nəzərinizə çatdırmaq istəyirəm ki, bununla bağlı Azərbaycanda 2010-cu ildə məişət zorakılığına qarşı mübarizə haqqında qanun qəbul olunubdur. Çünki çox zaman bu mübahisələrin və bu münaqişələrin kökündə ailə daxili zorakılıq dayanır. Erkən nikah, nə gözəl ki, bununla bağlı da ölkəmiz çox böyük səylər göstərir ki, erkən nikahla bağlı problemlər çözülsün. Nəzərinizə çatdırmaq istəyirəm ki, 2024-cü ilə qədər Azərbaycanda nikah yaşı yenə də 18 yaş idi, amma müəyyən situasiyalar var idi ki, məsələn, valideyn ölüm ayağında olanda və digər bəzi məsələlər var idi ki, nikah yaşının azaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarı vardı ki, 1 yaş azaldıldıqdan sonra 17 yaşında da nikaha qəbul olmaq mümkün idi. İnanın ki, biz vətəndaş cəmiyyətinin fəalları olaraq, insan olaraq, ana olaraq, qadın olaraq bununla bağlı çox müraciət edirik ki, belə yeri yaramaz. Hələ ki, qeyd eləmək istəyirəm ki, mənim düşüncəm individualdır, şəxsi mülahizələrimdir. 18 yaşla bir insanın nikaha girməsi üçün həqiqətən o da erkəndir. Qeyd eləmək istəyirəm ki, nikaha qədər gələn məsələ, problemlər nə qədər ağırlı olsa da, nikah pozulduqdan sonra da bu məsələlər azaldır, əksinə şiddətlənir. Nədən? Nasıldır səbəblər? Nikahdan sonra həm uşaqların, hansı uşaq atada da və ya anada qala bilər, ən çox uşaqlar nikahın pozulmasından sonra anada qalır. Elə məsələlər, situasiyalar olur ki, əlbəttə ki, uşaq atada da qala bilər. Çünki hər ikisi bərabər hüquqlu valideyndir. Amma təsəvvür edin ki, nəyə görə deyirəm, bu münasibətlər daha da kəskinləşir. Çünki məhkəmə çəkişməsi zamanı, birgə nikah zamanı əldə olunmuş bütün əmlak da, qızıl əşyaları da, hamısı tən yarı bölünür. Yəni burada bizim Respublikamızda gender bərabərliyi haqqında qanun da var. Yəni burada ayrı seçkilik yoxdur. Nikah dövründə əldə olunmuş əmlak yarı bölünür. Amma nikaha qədər kimisə, məsələn, mənzili vardı, torpaq yeri vardı və digər daşınmaz əmlakı tutaq ki vardı və ya digər qızıl brilyantda zinət əşyaları vardısa, o birbaşa olaraq həmin şəxs sahibdir. Yəni o nikaha qədər onu da sübut eləmək lazımdır. Mən çox deyə bilərəm ki, bu mənə nikahdan qabaq, məsələn, valideynlərin vermişlər. Bunun da sübutları olmalıdır, şahidlər olmalıdır, şəkillər olmalıdır. Yəni bu məsələlər qədərincə çətin tənzimləndiyinə görə demək istəyirəm ki, nikahdan sonra da, pozulduqdan sonra da bu məsələlər qarşılıqlı mübarizə davam etməkdə olur. Mən qeyd eləmək istəyirəm ki, əgər bir ailənin bağları qırılıbsa, yəni bunu bir, siz bilirsiniz, Əbdürrəhim bəy Haqverdiyevdə bir əsər var, dağılan tifaq. Bunu bir dağılan tifaqa bənzədəkdə ailə dağıldı. Bəs burada ailədə ata, ana və uşaq üç baxış bucağından baxaq da, nikah pozulduqdan sonra əvvəlcə uşağın situasiyasına baxaq. Uşağın vəziyyəti necə olur? Uşaq illərlə öyrəşdiyi öz evindən, ocağından başqa yerdə yaşamalı olur. Hansı səbəbdən? O səbəbdən ki, əgər bir qadın ailə qurduqdan sonra qaynanasına və ya qaynatasına məxsus olan bir evdə, mənzildə yaşamalı olursa, nikah pozulduqdan sonra onun sahibkar kimi haqqı tanınmır. Çünki evin hüquqi sənədləri onun gəlin gəldiyi evin ata-ananındır, yəni qaynana-qaynatanın adınadırsa, ona məxsusdursa, nikah pozulduqdan sonra məhkəmə qərarına ona yalnız yaşamaq hüququ verilir. Əgər bu zaman onun keçmiş əri, ailə olmazmı ki, fikirləşirsən ki, bu uşağın da qidalanmağı var, geyim əşyaları var. Yenə də açıq danışaq da, böyük yetkin yaşına çatmış insanlar geyim əşyasını heç olmasa bir neçə ay geyinə bilir. Uşaq da belə deyil, onun qardırobu dəyişir, ölçüsü dəyişir, ayağının ölçüsü. Yəni bunlar qədərincə böyük maddiyyat tələb edən bir məsələdir ki, ana çətinlik çəkir. Ana əgər indiyə qədər işləməyibsə, onun üçün uşağı dolandırmaq, kiraya pulu vermək, eyni zamanda atanın da funksiyasını yerinə yetirmək görə nə qədər ağır olur. Bu baxımdan hesab edirəm ki,
mənim əzizlərim, ailənin dayağı, yaxşı ailənin təməli, yaxşı təhsildən keçir. Mütləq şəkildə, bayaq qeyd etdiyim ki, bu zəncirvari bir-birinə bağlı olan problemlərdir. Bu nədən qaynaqlanır, o nədən nəticələnir? Ona gəlir kökündə mənim əzizlərim, mən hesab edirəm, bu da mənim şəxsi individual fikrimdir. Təhsil dayanır. Biz mütləq şəkildə həm özümüzlə təhsil almaq heç vaxt gec deyil, peşə öyrənmək heç vaxt gec deyil, bir sənəti yiyələmək zamanı yoxdur. Mütləq şəkildə biz həm özümüz, həm övladlarımız yaşdan limiti yoxdur ki, insanın öyrənmək imkanları həmişə mümkündür, əl çatandır. Mütləq şəkildə özlərimizdə işləməliyik, peşə təhsilimizi, sənət öyrənməliyik. Çünki çıxışlarımda deyirəm, bəzi bəlkə də, yenə deyirəm, bu şəxsi mülahizəmdə hamının ali təhsil almaq kimi bir mükəlləfiyyəti yoxdur ki, bəs bu sənət, peşə məktəbləri nə üçündür? İnanın, qeyd eləmişəm, mənim çox yaxın bir qohumum, gənc anadır, gənc bir qadındır, hər Salyana gedib gəlməlidir müəllim işləmək üçün. Təyinatını ora veriblər. Amma heç olmasa digər bir, mən bütün sənətlərə və peşələrə, hər bir insan ləyaqətlə, necə deyim, alın təri ilə bir ruzu qazanırsa, həmişə alqışlayıram. Amma evinin içində tutaq ki, belə də yaxın deyə yerdə bir saç bərbəri olsaydı, kulinar işini bacarsaydı və ya məsələn, kompüter texnologiyasını bilsəydi, evinin içində də bir dizayn, quruluş verib və ya sayt açıb, bunlar hamısı pulla ödənilən bir işlərdir. Yəni, bir ana hər gün uşaqlarını bağçaya, məktəbə qoyub, uzaq bir yol qət edir ki, orada pedaqoji işlə, o da şərəflidir. Nə olsun, indi bir gün gələcək ki, o da evinin yaxınlığında iş tapacaq. Önəmlisi odur ki, onun güclü bir silahı var, onun təhsili var, onun diplomu var. O, həmişə özünə iş tapmaq imkanlarını əldə edəcəkdir. İndi bu, bir tərəfdən də hörmətli iştirakçılarımız, biz həmişə uşaq hüquqları, qadın hüquqları haqqında danışırıq. Yəni, fərq etməz. Biz bu vətəndaş hüquqlarından danışırıq, bura kişilərin də haqqını tapdalamaq olmaz. Çünki onlar da bizim atamızdır, bizim qardaşımızdır, ömürgün yoldaşımızdır, oğul övladımızdır. Yəni, onların da haqqına girənlər olur. Yəni, onların da elə situasiyalarla qarşılaşmışam ki, elə inanın ki, hətta vəkil təyin olunubdur, məhkəmədə hakim də deyib ki, elə bağlı sizin ayrılmağınız daha yaxşı. Çünki atanın da situasiyası elə kəskinləşib ki, artıq çıxış yolu qalmayıbdır. Yəni, nigahın pozulmasından başqa bir əl yeri qalmayıbdır ki, orada istinad olunsun. Ata da əlbəttə ki, təqsiri ondan ibarətdir ki, yəqin ailə başçısı adətən deyəndə, biz ailədə kişini nəzərdə tuturuq adətən, amma fərq etməz. Ailə bir ittifaqdır, könüllü bir birlikdir. İki gəncin, iki insanın fərq eləməz. Burada da minimum yaş həddi var, maksimum yaş həddi yoxdur. Könüllü şəkildə birgə izdivacıdır. Çünki ailə özü də böyük bir dövlətimizin bir dayağıdır. Əgər onun dayaqları möhkəm olmazsa, əlbəttə ki, bu bütün ölkəmiz üçün də sosial və kəskin sos siqnalı verilməli olan bir problemə çevrilir. Bu dərinliyinə varanda inanın ki, mən o qədər təlaş keçirirəm. Çünki bu problemin kökündə bizim əhalimizin sayı dayanır, demografik göstəricilər dayanır. Biz böyük ölkəyik, qüdrətli ölkəyik. Biz çoxuq deyəndə deyirik, bəli, 50 milyon, 60 milyon Azərbaycanlı bütün dünyada yaşayır. Amma əgər dərinliyinə vardıqda nigah pozulursa, ailə bağları artıq dayanıqlı deyilsə, hansı yeni insan dünyaya gəlməyindən danışa bilər? Bu, bizim əhalimizin sayına da təsir edən çox güclü amildir. Bu da məni inan o qədər düşündürür ki, yəni bu statistikada qeyd olunduğu kimi göstəriciləri nəzərinizə çatdırmaq istəyirəm ki, 3 nigahdan biri pozulur. Görün, bu necə acınacaqlı haldır. Biz ona görə sizinlə görüşü üstünlük veririk, sizin fikirlərinizi almaq, cəmiyyətin üzvləri olaraq, bir vətəndaşlar olaraq, siz də bir öz fikrini, öz düşüncəsini, öz təkliflərini vermək haqqı olan insanlar olaraq biz birlikdə çözmək istəyirik. Birlikdə bu yaxşı olmayan bir problemə qarşı mübarizəni aparmaq istəyirik ki, sizin də fikirlərinizi alaq. Mən bugün öz dəyərli vaxtını ayırıb gəlmiş, həmişə dəyərli fikirləri ilə, öz təklifləri ilə yaddaşlarda qalan əziz, dəyərli
Əfqan müəllimi fəaliyyətini qeyd etmək istəyirəm. Əfqan müəllim bu məsələlərin içində olduğu səbəbindən, bu məsələlərə qarşı ciddi mübarizə aparan böyük bir Respublikamızın Güc Nazirliyinin tanınmış bir əməkdaşı olaraq bu barədə öz fikirlərini sizinlə bölüşəcək. Rica edirəm Əfqan müəllim də imkan varsa öz fikirlərini söyləsin. Təşəkkür edirəm. Çox sağ olun. Əvvəla belə bir maarifləndirmə tədbirinin keçirilməsi, yəni Suraxanı rayonunun ərazisində bu vacibdir, çox yaxşı bir tədbirdir. Mən deyərdim ki, maarifləndirmə, çünki çox vaxt biz, mən həm rayonda icra hakimiyyətdə komissiyanın üzvüyəm, bu boşanma, biz bunu araşdırmışıq, bu boşanmalar üzrə. Məsələn, çox vaxt uşağın kimdə qalmağını onu biz araşdırırıq. İnanın ki, bu boşanmanın yəni demək olar ki, ən ağır bunun cəzasını çəkən, travmasını alan uşaqlar olur. Çünki biz 10 yaşından yuxarı uşaqları, 8-9 yaşından yuxarı uşaqları özümüz dindiririk, ayrıca valideynləri çıxardırıq ki, uşaq kimlə qalmaqsın. Bu çox ağır bir səhnə olur. Çünki ona bizə uşaq var ki, deyir ki, mən ikisini istəyirəm. Sən gəl bu uşaqlar bölgünə, necə belə bilirsən? Yəni, amma onsuz da, yəni, mən uzun müddətdir. Məsələn, Suraxanı rayonunda mən uzun müddətdir işləyəm, 20 ildən yuxarıdır, ancaq Suraxanı rayonunda işləyəm. Ümumilikdə öz təcrübəmə görürəm, bunun səbəbi nədən başlayır? Nəyə başlayır? Birinci, qadınlarımızın öz hüquqlarını bilməməyi və yaxud da zəif bilirlər. Həm də ki, erkən nikah. Bu bir bəladır Azərbaycanda mənim. Elə bil ki, qız orta məktəbə qurtaran kimi getməlidir, elə bir rəqabətdir. Düzdür, qanunverici ilə, bəli, 18 yaşına kimi, mən öz fikrimdir, mən istərdim ki, qızlarımız 21-22 yaşından sonra daha yaxşı həyatı dərk edilənə sonra bu ailə kimsində. Elə ailələr daha uğurlu olur. Yəni, erkən nikah. Demirəm, indi elə erkən nikah var, o da xoşbəxtdir. Amma yenə bu, əsas odur ki, qadınlarımız hansısa bir sənət sahibi olmalıdır, hansısa bir təhsil almalıdır. Demirəm, hamısı alim olsun. Ən azından əllərində bir sənətləri olsun ki, yəni həyatdır, bir də ölür ki, getdiyi həyat yoldaşı nəsə bir dünyasını dəyişdir, hansısa bir xəstəliklə. Bu qadın ayaq üstə tutulmaq üçün bacarmalıdır, çünki o hansı bir quruma müraciət edəsə, yəni onu ən azından bir işlə təmin edərlər. Çünki bax, gedən şirkət də soruşur ki, sən nə işin sahibsən? Yəni sən ondan sonra işə götürürlər. Ona deyərdim ki, hələ insan belə formalaşmalı qızlarımıza düzdür. Qızlar biraz tez formalaşır. Ancaq yenə də yaxşı olar ki, olay gələcəkdə bunun hüquq baxımından dediyim ki, pisdir. Çünki erkən nikah gedən adam, ailə bir adam getdi, ər evində heç bir mülkiyyətə sahib olur. Çünki bunu bilmək lazımdır ki, əgər 18 yaşından sonra ailə qurursansa, mütləq bu evdə qeydiyyata düşmək lazımdır. Yəni o baxma, ən əsası nikaha girmək ki, gözlə nikaha girdiklərində. Adam var, bizə müraciət edir, gözlə ki, 10 ildir bir qeydiyyat yaşlı nikahları yox. Kimlə bağışlayır? Həmin qadını nə hakim bağışlayır, nə polis bağışlayır. Deyir ki, onsuz da bu boşanmalıdır, artıq çünki yoxsa xəyanət var. Amma elə şey var ki, məsələn, ta ki, iqtisadi cəhətdən də çoxdur, hiss olunur. Ailədir görsə ki, gördülər ki, kişi daha işləmir, qadın gördülər ki, kişi işləmir, evə də əllər düşən pulda gedir verir spirtisi, təbii ki, onu elə şeylə gizlətmək lazım deyil. Çünki spirtisi qəbul edən adam bir neçə ildən sonra daha aqressiv olur. Daha aqressiv olur və onu gizlətdiksə də sonda olur nə cinayət olur, yəni əl-arvad arasında var. Yəni onu o qədər gizlətdə axırda gəlib bu cinayətə çatır və yaxud da bu ölüm həddinə çatır və bir digərimizdə. Yaxşı olar ki, bizim xanımlarımız, yəni övladlarının böyüdəndə onlara təhsilindən çox üstün versin. Çox vaxt deyirlər ki, analara çox vaxt istəyir ki, elə oğlanları olsun. Bu bizi müşahidələr göstərir. Amma yaxşı olaraq qızlar, oğlan gedib fəhləlik də elə bilər, yəni haradasa gedib bir ustalıq da elə bilər, bərnalıq da elə bilər, amma qızlar yox. Biz bunlar, təcrübəmiz onu göstərir ki, ən çox da mən spirtli içkilərin üstündən çox dayanıram. Onu gizlətmək olmaz. Çünki o gələcəkdə o evdə faciə olmasın deyə. Biz problemli ailələrlə də biz işləyirik. Bizim polislər problemli ailələr qeydiyyata götürülür. Yəni o problemli ailələr ki, hansı ki, onlara
rayon icra hakimiyyəti tərəfindən order verilir, yəni onların təhlükəsizliyi təmin olunması. Eyni zamanda polisdə də nəzarət olunur. Həftədə, yəni polisin nəzarətə salınır ki, çünki niyə? Fikirləşirlər ki, Gəncədə daha orada böyük problem olmasın. İndi asad da deyil, çoxu fikirləşir ki, polisə məlumat vermək lazım deyil. Elə bir şey, yəni bu milli metoddur və yaxud da kişi işləndəki və yaxud da qadın gedib polisə məlumat verir, daha da yəni ailədə aqressivləşir. Amma bununla bağlı bu mütləq qaydada çəkinmək lazım deyil. Çünki orada oturan hər bir kəs bilir, o öz vəzifəsini də bilir, polis oturanda bilir vəzifəsini. Mümkün, əgər ailədə məişə zorakılıq varsa, şiddət varsa, mütləq qaydada polisə məlumat, ən azından 102 qaynaq xətti yığmaq lazımdır. O 3-5 dəqiqə ərzində polis gəlir və yəni o kəndisi qiymət verilsin. Yəni ailədə olan, əgər kimin qanun çərçivəsində, kimin cəzasındansa onu verilir. Sonra belə bilirlər ki, məsələn, çox, mən görmüşəm, belə bilirlər ki, əgər erişə bir yoxa gedibsə və yaxud da sonradan uğursuz ailə çıxma olubsa, çox da görürlər, fikirləşirlər ki, polis kimsə müdafiə eləmir. Polis onu, çünki siz bilmirsə, orada o, sənin nicahın yoxsa və yaxud da sən vaxtsız gedinsən ailə qurumsa, yəni ondan sonra da orada heç nə adamın əlini çatmır. Yəni, ancaq bir onu çatır ki, bəli, bu günləri alimentdən yanına kişilər, birisinin həbs var. Qadındır. Qadın var, qoxusunu edir, məhkəmə müdürlüklərini bir aliment tələb edəmdir. Deyir ki, niyə? 4-5 ildə ayrılmışsan. Məhkəmə müdürlüklərini deyir, yox. Yox, mənim heç nəyi istəmirəm və yaxud da görürsə ki, hadisəsi qorxur və yaxud da deyir ki, bu biz dərhal onu yəni verilir. Müharibələndə bildirir ki, vacibdir uşağın həm təhsili üçün gələcəkdə lazımdır, həm uşağın böyüdülməsi üçün. Mən düz təəssüflər olsun ki, son illərdə bizim rayonda da boşanma halı çox haldır. Ana gəlir evdə necə olursa, uşaq da gedir həmin evə. Elə bilir ki, elə bu məktəb qutardı, gedir. Müharibələrimizdə Zığda da tədbir keçirmişik. Əmricanı da çox sevirəm. Siz burada yaşayırsınız. Sizlər üçün də bu tədbir ki, sizinlə də daha yaxından tanış olaq, sizin problemlərinizi öyrənək, məsələyə münasibətinizi bilək. Siz çoxunuz da ailəli insanlarsınız. Siz necə baxırsınız bu məsələyə? Çünki biz özümüz də vətəndaş olaraq hamımıza ağrıdır. Fərqi yoxdur. Peşəsindən, sənətindən, yaşından asılı olmayaraq bu hər birimizi düşündürən bir problemdir. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, bəzən boşanan, nikahı pozulmuş insanlardır ki, ona nə var ya, aliment alır. Ay əzizlərim, aliment alır. Bu yaxın 2000, deyəcəm məbləği nə qədərdir? 2025-ci ilə qədər məbləğ 235 manat idi. Çox nə gözəl məbləğ artıbdır. 246 manat. 246 manat, mənim əzizlərim, bir uşağın qidası üçün, giyimi üçün, ana ev kirayəsi də verir, nə bilim də kommunal xərclər var. Axı, gəlin biz o qədər səmimi bir müstəvidə danışırıq ki, gəlin açıq danışaq. Biz nəsə olmasa, biz müəyyən yaş həddinə çatmış insanlar. Deyirik, nə var odur da, tutaq ki. Amma uşaq elə deyil axı. Uşaq meyvə istəyir, şiriniyat istəyir, çərək istəyir. Yəni, biz onu təmin edəməyəndə yanlışıq yaşayırıq da, çox çəkin olur. Mən ayrışdırıqlı yenə bilirəm. Elə uşaqla Əfqan müəllim qeyd elədi ki, görüşmüşük. Təbii ki, o görüşün də qaydası vardı. O xüsusi qaydalar var. Tərəqi qadın olmalıdır, valideynlərdən bir iştirak etməlidir, psixolog iştirak etməlidir. Uşaq deyir ki, amma mən anamla istəmirəm qalmaq, atamla istəyirəm. Oğlu belə şey etməməm. Yəni, uşaq deyir ki, yəni atadan o qədər sevgi görür ki, artıq o deyir ki, mən istəmirəm, mən atamla qalmaq istəyirəm. Başqa bir nüansa diqqətinizi çevirmək istəyirəm. Bu fərqli mənim əzizlərim, ailə bağlı bir sandıq demişik. Məsələn, bir məsələndə diqqətinizi çatdırmaq istəyirəm ki, məsələn, qadın müraciət edir ki, bizim birgə münasibətlərimizə son qoymuşuq, artıq qəti qərar vermişik. Ay, hörmətli xanım, hansı səbəbdən siz ayrılırsınız? Hamı daha çox böyük əksəriyyət deyir ki, xasiyyətimiz tutmur. Amma xasiyyətimiz tutmur sualın altında, səbəbinin altında o qədər bizim bilmədiyimiz nüanslar var ki, mən heç qınamıram da, yəni deyən dedirəm, mən qınamaq fikrindən çox uzaq alan əqidəli bir adamam. Yəni, adətən deyirlər ki, ailə bağlı bir sandıqdır da, onun iç
dünyasını açıqlamaq doğru düzgün deyil. Amma məsələlərdən biri də, məsələn, səbəblərdən biri də sonsuzluqdur. Əgər bir gənc qızın reproduktiv sağlamlığında müəyyən problemləri var, biz xəstəliklə dünyaya gəlirik, xəstələnmək qəbahət deyil. Dünyaya gələn iki günlük uşaqda da bir də görsən beyin təzyiqi olur və digər sağlamlığında problemlərlə doğulur. Yəni bu sağlamlıq problemi varsa, bəs bu müayinə üçün müalicə hospitallar nə üçündür, xəstəxanalar nə üçündür, poliklinikalarımız var. Yəni bu vaxtında araşdırılmalıdır və aradan qaldırılmalıdır. Nigaha qədər olan münasibətlərdə mənim əzizlərim, əgər şəffaflıq yoxdursa, bir-birindən gizli məqamlar varsa, bu da gələcəkdə gətirib nigahın pozulmasına çıxardan amillərdəndir. Çünki qeyd etdiyim ki, gənc qızın sağlamlığında problem var, ana bunu gizlədir, yəni ona elçi gələn və ondan nigaha girmək istəyən ailə və ya gənc oğlan qarşısında deyir, əri gedəndən sonra düzələcək. Elə deyil ki, əslində qalanda elə problemlər ailə qurduqdan sonra daha da qloballaşır və müalicəsi də çətinləşir. Yəni problem nə qədər kiçikdirsə, onda həll eləmək lazımdır. Getdikcə problem daha da qəlizləşir. Və ya digər tərəfə baxaq. Tutaq ki, bir oğlan, gənc oğlanın, yenə də deyirəm də, evlənmək üçün yuxarı yaş limiti yoxdur. Zərərli vərdişlərdən ziyan çəkirsə, alidə olubsa və başqa bir mühitin adamıdırsa, niyə axı siz valideyn bildiyiniz halda gələcək bir ailənin pozulması üçün ilk gündən təməl qoyursunuz? Yaxşı olmazdır mı? Yəni, bunu vaxtında... Təşəkkür. Haqlısınız. Deyir, ailə quracaq, düzələcək. Düzəlmir, mənim əzizlərim. Əfqan mənim bu işin içərisindədir. Ailə qurduqdan sonra, əgər onun maddiyyətlə, ailə dolandırmaqla çətinlikləri yaranırsa, bu problem daha da kəskinləşir. Daha da çətinləşir bunun həlli. Çünki bir neçə vaxt bundan qabaq onun tək özü idisə, artıq ailəsi var, uşağı dünyaya gəlib, onları dolandırmaq lazımdır, onların müəyyən xərcləri var, bunları qarşılamaq üçün o daha çox çalışmalıdır. Əgər bunun belə bir ailədəçiliyi varsa, təbii ki, ailə qurduğu xanım da normal bir insandır, bilirək onun ömürgün yoldaşı nə ilə məşğuldur, nə edir. Bu baxımdan mütləq şəkildə nigaha qədər belə problemləri olan insanlar açıqlama verməlidir. Belə bir problem yaşayan övladlarının müalicəsi ilə, müayinəsi ilə məşğul olmalıdır. Başqa bir məsələ diqqətinizi çəkmək istəyirəm. Nigaha qədər olan xəstəlikləri qeyd elədim. Amma bildiyiniz kimi Nazirlər Kabinetinin qərarına görə üçün təşəbbüs göstərir. Ona görə də rica edirəm, siz də fikirlərinizi bildirsəniz, çox məmnun olardım. Bu statuslar yığışılsa, bu yeyilən, içilən, gəzilən yerlərin paylaşılmalı yığışılsa, qəşəng də belə şişirdə, orada heç bəlkə də əylənməyib, gedib belə qaşqabaqlı oturub, bəlkə də ər-arvad bir-biri ilə biraz belə pismasın, dava ilə dalaşla oturublar bəlkə də, sadəcə şəkili çəkəndə gülümsüyüblər, yemək süfriyə gəldi, tezdən gülə şəklini çəkək, onu da görür bir başqası. Mən niyə getmirəm? Mən niyə ora getmədim? Təməli oradan qoyurum. Demək deyirsiniz ki, boşanmalar çoxdur. Mən bilmək istəyirəm ki, bu boşanmaların neçə faizi qadındır, neçə faizi kişidir? Səbəbi bəli. Kişilərin səbəbi çox düz qadın. Sözünə qüvvət, biz reproduktiv sağlamlıq istiqamətində bu mövzulara erkən nigahdır, zərərli vərdişlərdir, siqaretdir, narkomaniyadır. Bu istiqamətlərə mütləq şəkildə toxunuruq, maarifləndirici görüşlər təşkil edirik ki, bu da həmişə bildirirəm ki, biz sizə ötürürük bu informasiyalar, sizə zəncirvari şəkildə bu informasiyanı digər şəxslərə ötürün ki, biz səsimizi daha çox şəxsə ötürmüş olaq. Diqqətiniz üçün təşəkkürlər. Siz sağ olun. Hörmətli iştirakçılarımız, hər birinizə çox sağ ol deyirəm. Bu maraqlı fikirlərinizə görə, bu düşüncələrinizə görə, bu təkliflərinizi mütləq şəkildə biz nəzərə alacağıq. Yenə də deyirəm, kimin hüquqi yardıma, hüquqi məsləhətə ehtiyacı varsa, burada açıqlamaq istəmədisə, tədbirin sonunda buyursun, böyük məmnuniyyətlə sizə xidmət göstərməyə hazırıq. Bizim işçi qrupumuzda vəkil də var, hüquqşünas da var. Qarşılaşdığınız bu problemlərlə bağlı sizə dəstək olmağa hazırıq. Çox sağ ol deyirəm, ailələrimiz möhkəm olsun, təhsilimiz möhkəm olsun.